Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə maddə miqdarı, mol haqqında öyrənəcəyik və biləcəyik ki, maddə miqdarı nədir, mol nədir, hesablanması necə olur, bu haqda danışacağıq. İlk öncə onu bilməliyik ki, İtalyan alimi Avogadronun şərəfinə 6,2 vurulmuş 10 üstü 23 ədədi Avogadro ədədi adlandırılıb. Mol nədir baxsaq, mol Na bərabərdir 6,2 vurulmuş 10 üstü 23 mol üstü -1 karbonun, yəni karbon 12 izotopunun 12 qramında olan atomların sayı qədər hissəcik, yəni molekul, ion, atom saxlayan maddə miqdarı mol adlanır. Və hər hansı bir atomlu bəsit maddənin tərkibində 6,2 vurulmuş 10 üstü 23 Avogadro ədədi qədər atom və molekul olur. Mürəkkəb maddənin bir molekulunda isə Na ədədi miqdarında molekul olur. Yəni bu qədər. Eyni şeydir. Yəni bu rəqəmlər. Və atom sayının birləşmədə molekul sayının tapılma qaydası var. Birləşmədə atom sayı necə tapılır? İlk öncə ona baxacağıq. Atom sayı. Götürürük 3 mol hidrogen peroksid H2O2. Burada biz atom sayını necə tapacağıq? Qarşısındakı əmsala diqqət etməliyik mütləq. Qarşısındakı əmsalı mütləq həmən elementin indeksinə vururuq. Yəni, bura vururuq, baxırıq nə qədər hidrogen var. 6 hidrogen atomu var və buradakı 3-ü də mütləq oksigendə vurmalıyıq. Nə qədər oksigen atomu var? 6 oksigen atomu var. Yəni, 6 vurulmuş 6,2 vurulmuş 10 üstü 23 sayda. Eynən oksigen də 6 vur 6,2 vurulmuş 10 üstü 23 sayda oksigen atomu. Bunun tapılma qaydası bu şəkildədir. Amma molekul sayının tapılma qaydası isə molekul sayını tapmaq üçün mütləq eyni birləşməni götürəcəm. 3 mol H2O2 götürəm. Mütləq qarşındakı əmsalı ümumilikdə vurmalıyıq. 6,2 vurulmuş 10 üstü 23-ə. Vəssalam. Burada alınan cavab buradakı molekul sayını göstərir. Bunu eynən biz yoxlaya bilərik. 2 mol ferium 2 O3-ün də. Bu da tapılma qaydası. Qarşısındakı əmsalı, yəni 2-ni vuracağıq 6,2 vurulmuş 10 üstü 23 ədədinə və alınan cavab o deməkdir ki, həmən birləşmədə bu qədər molekul vardır. Yəni 2 vurulmuş 6,2 vurulmuş 10 üstü 23 sayda. İkinci məsələ isə maddə miqdarıdır. Maddə miqdarı nü hərfi ilə işarələnir. Bizim bu nü hərfimizdir. Və vahidi isə moldur. Biz verilən kütləyə görə, verilən atom və ya molekul sayına görə, verilən həcmə görə nü-nü tapa bilərik. Maddə miqdarını tapa bilərik. İlk öncə biz baxacağıq verilən kütləyə görə. Bunu tapmaq üçün nü bərabərdir M bölünmüş böyük M düsturundan istifadə edirik. Buradakı M kütlə, böyük M isə molyar həcm. Məsəl üçün bir misal deyək və o misalın üzərində bunu tətbiq edək. Bizə deyir ki, 88 qram karbon qazının mol miqdarını hesablayın. Bunu hesablamaq üçün ilk öncə biz yazmalıyıq. M bərabərdir 88 qram. Nüumuz sualdır. Yəni bizdən maddə miqdarını istəyir. Böyük M isə molyar həcm olduğu üçün bizdən istənilən karbon qazınındır. Bilməliyik ki, karbon qazının molyar həcmi nə qədərdir? Bunu hesablamaq üçün karbonun bilməliyik ki, 12-dir molyar həcmi. 12-nin üzərinə gələcəyik. 32. Oksigen də 16-dır. 16-da 2-yə vuruq, alınacaq 32. Bu da bərabər olur 44. Deməli, karbon qazının molyar həcmi 44-dür. Və düsturda yerinə qoyuruq. Nü bərabərdir M bölünmüş böyük M. Burada nü-nü tapanda
88'i böləcəyik burada tapdığımız 44-ə və cavabımız eləyəcək 2. Deməli, karbon qazının maddə miqdarı neçə olacaq? 2 olacaq. Nüyumuz bərabər olacaq 2 mola. Və biz bunu bu şəkildə tapa bilərik. Ondan sonra deməli, verilən kütləyə görə baxdıq. İkinci isə verilən atom və ya molekul sayına görə. Bunun tapılma qaydası isə nü bərabərdir n bölünmüş na düsturundan istifadə edirik. Buradakı böyük N atom və ya molekul. N'amız isə bayaq izah etdiyim Avogadro ədədi. Bunu da misal üzərində tətbiq etsək, bizə deyir ki, 2 mol dəm qazının molekulların sayı nə qədərdir? Bizdən soruşur 2 mol dəm qazında molekul sayın. Bunu tapmaq üçün birinci yazırıq. Nüyumuz nə qədərdir? Nüyumuz 2. Hazır 2 mol verilib. Bilirik ki, söhbət 2 mol dəm qazına gedir. Və düsturda yerinə qoysaq, nü bərabərdir n bölünmüş na düsturunda. Bu zaman bizdən soruşulan n'dir. Və n'amızı da bilirik ki 6 tam %2 vurulmuş 10 üstü 23 mol üstü mənfi 1'dir. Bizdən burada nə soruşulur? Deməli, molekulların sayını, yəni n'ni soruşur. N'ni də tapmaq üçün n bərabərdir. Buradakı nü'nu vuracaq n'aya. Nü vurulmuş n'a. Yerinə qoysaq n bərabərdir 2 mol, buradakı 2, yəni bu bizdə verilən 2'dir. 2'ni vuracağıq 6 tam %2 vurulmuş 10 üstü 23 bərabər olacaq 12 tam %4 vurulmuş 10 üstü 23. O da bərabərdir 1 tam 204 vurulmuş 10 üstü 24. Vəssalam. Üçüncümüz isə verilən həcmə görə. Verilən həcmə görə isə tapdıqda nü bərabərdir v bölünmüş v m düsturundan istifadə edirik. Və burada verilən həcm və m'imiz isə molyar həcm. Biz bilməliyik ki, Vm bərabərdir hər bir qaz üçün 22,4 litrdir. Bunu da misal üzərində tətbiq etsək, bizdən soruşulur ki, 44,8 litr karbon qazı hansı maddə miqdarına uyğundur? 44,8 karbon qazı hansı maddə miqdarına uyğundur? Həlli qaydası. V-ni yazırıq ki, hazır bizə V-mizi nə verib? 44,8. Nüyumuz istəyir bizdən. Sual. Yerinə qoysaq, nü bərabərdir v bölünmüş v m düsturu. Burada da v'miz görürük ki, hazır verilib 44,8 bölünmüş 22,4 və hər bir qaz üçün dedik ki, v'miz 22,4'ə bərabərdir. Və buradan tapsaq, cavabımız eləyəcək 2 mol. Vəssalam. Əlavə olaraq böyük M barədə bayaq danışdıq. Böyük M'imiz molyar kütlə adlanır. Və maddənin 1 molunun qramlarla ifadə olunmuş kütləsi sayılır. Vahidi isə qram bölünmüş moldur. Ədədi qiymətcə nisbi molekul kütləsinə bərabər olur. Yəni, bayaq da gördünüz, burada mən məsələdə M-i tapmaq üçün nə etdim? Karbon qazının tərkibində olan elementlərin kütləsini topladım. Eynən, ona görə də burada da deyilir ki,
ədədə qiymətcə nisbi molekul kütləsinə bərabər olur. Yəni M-ə. Tutaq ki, biz M H2O2-ni tapmaq üçün 2 vurulmuş 1 üstəgəl oksigenimiz nə qədərdir? 1 vurulmuş 2 vurulmuş 1 və oksigenimiz nə qədərdir? 1 vurulmuş 16. Yəni 1 burada çox zaman yazılmır. Bərabər olur 18. Deməli, M-imiz bərabər olur 18 qram. Molyar kütləni tapmaq üçün də eyni şəkildədir. 2 vurulmuş 1 üstəgəl 1 vurulmuş 16, o da bərabərdir 18 qram bölünmüş mol. Əlavə olaraq yadda saxlamalısınız ki, bir atomlu bəsit maddənin nisbi atom ayrı, nisbi molekul M və molyar kütlələri M ədədi qiymətcə bərabər olur. Yəni AR-imiz, MR-imiz və M-imiz ədədi qiymətcə bərabər olur. AR atom çəkisi sayılır. MR ümumilikdə maddənin çəkisidir, M də molyar kütlədir. Mürəkkəb maddələrdə isə nisbi molekul və molyar kütlə ədədi qiymətcə bərabər olur. Bu dediklərim yalnız bir atomlu bəsit maddələrə aiddir. Bir atomlu bəsit maddələrə. Amma mürəkkəb maddələrdə artıq nisbi molekul və molyar kütlə ədədi qiymətcə bərabər olur. Bunu da bu şəkildə yadda saxlaya bilərsiniz. Və AR yoxlayırıq dəmir üçün. Ferium bərabərdir 56. MR feriumda yenə də 56-ya bərabərdir. Görürsünüz, burada bəsit. Bir atomlu bəsit bir maddədir. Molyar kütlə də eynən feriumda bərabər olur 56 qram bölünmüş mola. Yəni bunu azot üçün də yoxlayaq. Azotda AR azotda bərabərdir 14-də. MR N2 bərabər olur 2 vurulmuş 14-də. Çünki bu 2 mütləq vurulmalıdır atom kütləsinə. Çünki 2 burada atomun sayını göstərir və bərabər olacaq 28-ə. Molyar kütlədə də yenə bu şəkildə 2-ni vuracağıq 14-də bərabər eləyəcək 28 qram bölünmüş mola. Bunu da biz bu şəkildə tapa bilərik. Və burada yazdığım düsturlarla əlaqəli düsturlar var ki, N bölünmüş NA bərabərdir V bölünmüş VM-ə. M bölünmüş böyük M bərabərdir M bölünmüş NA-ya. Kiçik M bölünmüş böyük M bərabərdir V bölünmüş VM-ə. Və M bərabərdir kiçik M bölünmüş böyük M vurulmuş NA-ya. Bugünlük dərsimiz bu qədər. Növbəti dərs izahımız isə Avogadro qanunu qazların molyar həcmi olacaqdır. Sağ olun, salamat qalın.